Salam dəyərli izləyicilər, yenidən sizinlə dərslərimizə davam edirik. Bugün dərsimiz 6-cı sinif rus bölməsi şagirdləri üçün demək Azərbaycan dili dərsliyinin 92-ci səhifəsindəki tapşırıqlarla başlayırıq. Bugünkü mövzumuz da çox maraqlıdır. Odur ki, videoları sona qədər izləyək. Deməli, telefon fəslidir, telefon fəsli. İlk öncə A tapşırığına baxırıq. Teleqrafın ixtirası mətninin son cümləsini xatırlayın. Gəlin xatırlayaq, 19-cu əsrin ortalarından başlayaraq teleqraf 100 ildən çox dünya rabitə sistemində hegemonluq etdi. Bildiyiniz kimi hegemonluq sözdə dedik ki, liderlik kimi təsnif etdik, daha doğrusu dəyərləndirdik. Bəli, həqiqətən də liderliyini qorudu. İndi gəlin sualımıza baxaq. Sizcə 20-ci əsrin ortalarında hansı rabitə vasitəsi teleqrafın hegemonluğuna son qoydu? 20-ci əsrin ortalarında artıq telefon yaradıldı və bununla da teleqrafın hegemonluğuna son qoyulmuş oldu. B tapşırığında deyir, uzaqda olan tanışlarınızla əlaqə saxlamaq üçün hansı rabitə vasitələrindən istifadə edirsiniz? Bu vasitələr arasında teleqraf da varmı? Deməli, bəli, uzaqda olan qohumlarımızla biz əlaqə saxlamaq üçün telefonla, internet vasitəsilə əlaqə saxlaya bilirik və bu vasitələr arasında demək olar ki, teleqraf az da olsa bəzən istifadə olunur. Yəni, tamamilə yox demək olmaz, amma gündəlik olaraq ən çox biz mobil telefonlarla, internet vasitəsilə əlaqə saxlaya bilirik. C tapşırığında telefonu kim ixtira edib sualını yazmaqla internetdə araşdırma aparın. Daha çox kimin adına rast gəldiniz? Bu alim haqqında nə bilirsiniz? Əziz izləyicilər, bu tapşırığı sizə həvalə edirəm. Yəni, bu artıq sizin yanaşmanızdan asılı olan bir tapşırıqdır. Telefonu, yəni Google-da və ya istədiyiniz bir platforma üzərindən axtarış verib, telefonu kim ixtira edib sualına cavab tapacaqsınız. Fikirlərinizi mənlə də bölüşə bilərsiniz, daha doğrusu araşdırmanızı. Ç tapşırığına baxaq, mətnin adını, yarımbaşlıqları və birinci abzası oxuyun. Sizcə bu mətni yazmaqda müəllifin məqsədi nədir? Gəlin mətnin adını oxuyaq. Telefonun ixtirası, daha bir tarixi ədalətsizlik, istedadlı İtalyan mexanik, yarımbaşlığımızdır. Sonra ixtiraya doğru ilk addım, telegrafon, telefonun prototipi, patentləşdirmə cəhdləri. Daha sonra hansıdır? İtirilmiş ümidlər və ədalətin bərpası. Bilmirəm, videoda necə görünür? Buyurun. Yarımbaşlıqlardır. Deməli, biz də bu tapşırıqlardakı yarımbaşlıqlara əsasən sualımıza belə bir cavab taparıq. Baxaq variantlara. Variantlarımızda telefonun ixtirası haqqında ümumi məlumat vermək, mövzu ilə bağlı problemi araşdırmaq və oxucunu öz fikrinə inandırmaq, telefonun işlənmə prinsipini izah etmək. Dəyərli izləyicilər, bu yarımbaşlıqlardan biz bir nəticəyə gəlirik ki, B variantı bizə daha uyğun gəlir. Çünki baxırıq telefonun ixtirası daha bir tarixi ədalətsizlikdir. Mövzudakı yarımbaşlıqlar da bizə əsas verir ki, B variantını seçək. Gəlin mövzumuza keçək. Telefonun ixtirası daha bir ədalətsizlik. Bir çox informasiya mənbələrində telefonun ixtirasını dəqiq tarixi və ixtiraçının adı göstərilir. 7 mart 1876-cı il Alexander Graham Bell. Lakin son dövrdə ikinci bir adada rast gəlmək mümkündür. Antonio Meucci. Bunlardan hansı həqiqətə daha uyğundur? Alexander Bell haqqında çox danışılıb. Gəlin, indi də Meucci'nin bu sahədə fəaliyyətini araşdıraq. Hər iki şəxsiyyətin adı və şəkilləri verilmişdir. Digər yarımbaşlığımız istedadlı İtalyan mexanik. İtaliyanın Florensiya şəhəri ixtiraçılar və sənətkarlar şəhəri sayılır. Məşhur Leonardo da Vinci, Galileo Galilei, Michelangelo və başqaları məhz bu şəhərdə doğulmuş, fəaliyyət göstərmişlər.
Haqqında danışacağımız Antonio Meucci 1808-ci ildə Florensiyada anadan olmuşdu. 1837-ci ildə o, maddi çətinliklər üzündən Kubaya köçür və Havannada yerli teatrlardan birində işə düzəldi. Antonio'nun vəzifəsi dekorasiyaların quraşdırmaq idi. Daha doğrusu səhnə dekorasiyalarını quraşdırmaq idi. İstedadlı adamlar daim yenilik etməyə can atırlar. Kimya, fizika, mexanika sahəsində dərin biliklərə malik olan Antonio işlədiyi müddətdə tamaşalar üçün külək, yağış, ildırım effekti yaradan cihazlar, hətta teatr üçün elektrik generatoru düzəltmişdi. İxtiraya doğru ilk addım. Elektriklə müxtəlif təcrübələr aparan Meucci aşkar etdi ki, zəif elektrik cərəyanı insan orqanizminə gümrahlaşdırıcı təsir göstərir. O, kiçik müalicə müəssisəsi açdı və sonralar elektrik terapiyası adlanan üsulu xəstələr üzərinə tətbiq etməyə başladı. Bir dəfə Antonio xəstənin dodaqlarına yapışdırılmış naqilə cərəyan vermək üçün qonşu otağa generatorun yanına keçdi. Elə bu vaxt o cihazda xəstənin inilti səsini eşitdi. Beləliklə Meucci telefonun ixtirasına aparan böyük sirrin astanasına qədəm qoydu. Sən demə, elektrik cərəyanı səsi məsafəyə ötürə bilirmiş. O hadisə 1849-cu ildə baş vermişdi. O zaman Alexander Bell'in 2 yaşı vardı. Telefonun prototipi. 1850-ci ildə Antonio New York'a köçdü. Burada yaşadığı evin zirzəmisində emalatxana yaratdı və araşdırmalarına davam etdi. Həmin dövrdə ağır xəstə olan həyat yoldaşı Esther evin 2-ci mərtəbəsində qalırdı. Antonio zirzəmi ilə 2-ci mərtəbə arasında elektrik rabitə xətti çəkmişdi və xanımı ilə xüsusi qurğu vasitəsilə danışa bilirdi. 1860-cı ildə Antonio Meucci qəzetlərin birində naqillə qaçan səs aparatı, telegrafon icad etdiyi barədə elan verdi. Bundan sonra Western Union Telegraf kampaniyasının nümayəndəsi Meucci ilə əlaqə saxlayıb onun ixtirası ilə maraqlandığını bildirdi. İxtiraçı aparatla bağlı bütün çertyojları şirkətə təqdim etdi və cavab gözləməyə başladı. Aylar, illər keçdi, lakin Western Union'dan bir xəbər çıxmadı. Patentləşmə cəhdləri. 1870-ci ildə Antonio özünün təkmilləşdirilmiş telegrafonunu nümayiş etdirdi. Nümayişə toplaşanlar bir mil məsafədən danışan adamın səsini aydın eşidirdilər. Dostları Meucci'yə təklif etdilər ki, ixtirasını patentləşdirsin. O, yenidən lazımi sənədləri hazırlayıb patent bürosuna müraciət etdi. 1871-ci ildə Antonio Meucci'nin telegrafonu səsli teleqraf adı ilə patent idarəsinə qeydiyyata alındı. Lakin qanunvericiliyə görə ixtira edilmiş qurğu istehsalatda tətbiq olunana qədər hər il patent vaxtını uzatmaq lazım idi. Ömrünün 20 ildən çoxunu telefonun ixtirasına həsr edən, lakin onun bəhrəsini görməyən Antonio artıq qocalmış və var-yoxdan çıxmışdı. 1875-ci ildə o patentin vaxtını uzatmaq üçün pul tapa bilmədi. İtirilmiş ümidlərin və ədalətin bərpası. 1876-cı ilin martında Amerika qəzetlərində Western Union'un himayəsi altında işləyən professor Alexander Bell'in danışan telefon ixtira etdiyi haqqında xəbərlər dərc olundu. Antonio Meucci bu məqaləni oxuyub aldadıldığını başa düşdü. İtalyan ixtiraçısı Alexander Bell'i məhkəməyə verdi. Lakin iş işdən keçmişdi. Bell artıq öz telefonunu beynəlxalq sərgilərdə nümayiş etdirir, iri şirkətlərlə müqavilə bağlayırdı. Meucci'nin isə hətta məhkəmədə onun hüquqlarını müdafiə edəcək vəkil tutmağa belə pulu yox idi. Məhkəmə illərlə davam etdi. Yalnız 11 ildən sonra Meucci məhkəmə vasitəsilə sənədlərini Western Union'un arxivlərindən çıxara bildi.
Amma patentin vaxtı ötdüyündən Florensiyalı ixtiraçı ondan istifadə edə bilmədi. Dünyada ən böyük ixtiralardan birinə imza atmış şəxs 1889-cu ildə ömrünü səfalət içində başa vurdu. 2002-ci il iyunun 11-də ABŞ Konqresi daha bir tarixi yanlışlığı aradan qaldırdı. Konqres 269 saylı qətnamə qəbul etdi və telefonun Antoni Meucci tərəfindən ixtira olduğunu təsdiqlədi. Kasıblığı, ingilis dilini yaxşı bilməməsi və qətiyyətsizliyi üzündən bir vaxtlar qüdrətli rəqibləri bu haqqı Meucci'nin əlindən almışdılar. Belə dəyərli izləyicilər, burada da gördüyünüz kimi 1208-ci ildə Antoni Meucci'nin 200 illiyi şərəfinə buraxılmış 5 avro əskinasları göstərilmiş, daha doğrusu pul markası deyək göstərilmişdir. Burada bizim söz mücrümüz vardır. Söz mücrümüzə diqqət edək ilk öncə. Deməli, söz mücrüsündəki dekorasiya sözü elə də dekorasiya, inilti stone olacaqdır, prototipdir, milya, bəhrəsini görmək. Burada bilirsiniz, frazoloji birləşmədir və bu bir növ nəticəsini görmək kimi tərcümə eləsək, увидеть результат, можно сказать. Vəkil, advokat, səfalət isə bедность. Yəni, dekorasiya, stone, inilti, prototip, milya, bəhrəsini görmək, burada frazoloji birləşmədir, yəni nəticəsini görmək kimi götürsək, увидеть результат, vəkil, advokat, səfalət isə bедность, nişeta. Davam edək. Mətndən sondakı tapşırıqlara nəzər yetirək, söz ehtiyatlıdır. Etimoloji izahları rabitə vasitələrinin adları ilə əlaqələndirin və şərh edin. Rabitə vasitələri helioqraf, teleqraf, telefon. Etimoloji izahlar qədim Yunan dilində helios günəş, qrafo yazıram, çəkirəm, tele uzaq, fon isə səs deməkdir və gəlin bu izahlardan, məsələn, gələk helioqraf sözünə. Helioqraf, yəni günəş, baxırıq helios sözündən helioqraf, qrafo sözünü də birləşdirərək günəş işığının köməyi ilə, günəş vasitəsilə məlumat ötürən cihaz anlamına gəlir. Teleqraf isə tele, uzaq, məlumatı naqillərlə uzaq məsafəyə ötürən cihaz mənasına gəlir. Telefon isə, baxırıq, fon, səsdir, yenə də qrafo, səslə yazıb göndərmək kimi əgər hərfi tərcümə etmirik, yəni ümumi olaraq belə tərcümə edirik ki, daha doğrusu bu anlayışa gəlir ki, telefon sözü uzaqdakı insanlarla danışmaq üçün cihaz anlamına gəlir, yəni gəlir, çıxır. Belə. Keçirik, mətndə, bir dəqiqə bunları yazılı izahları yazılı şəkildə də qeyd etdim. Buyurun. Helioqraf günəş işığı vasitəsilə məlumatı ötürən cihaz, teleqraf məlumatı naqillərlə uzaq məsafəyə ötürən cihaz, telefon isə uzaqdakı insanlarla danışmaq üçün cihaz. Keçirik tapşırığına, mətndə prototip sözü hansı mənada işlənmişdir? Baxırıq, obrazı yaratmaq üçün müəllifin istifadə etdiyi real şəxs, B-də isə hər hansı bir məhsulun kütləvi istehsaldan əvvəl yaradılmış ilk nümunəsi. Təbii ki, burada real şəxs deyil, biz telefon haqqında danışırıqsa, B variantı doğru cavabımızdır. Tapşırığında dekorasiya sözünün izahından çıxış edərək dekorativ, dekorator sözlərinin mənalarını təxmin edin və lüğət vasitəsilə dəqiqləşdirin. Dekorasiya teatr səhnəsinin, film çəkilən məkanın bədii tərtibatıdır. Dekorativ sözü isə parlaq, gözəl mənzərəli, daha doğrusu parlaq, gözəl mənzərəli bəzəmək üçün istifadə edilən nə isə, yəni bəzəməkdir. Dekorator isə dekorasiya rəssamı, bəzək mütəxəssisidir. Yəni burada dekorativ bəzək, dekorator isə bəzək işi görən bir insan anlamına gəlir.
Deməli, sözlərin izahını da yazdım, dekorativ. Deməli, bu sözlərin izahını düzdür, lüğətdən istifadə edərək qeyd edirəm. Ola bilər ki, yəni sizin də baxdığınız yəni sözlər sinonim olaraq eyni anlama gəlib çıxsın. Yəni bunu özünüz də araşdırıb baxa bilərsiniz, lüğətdən istifadə edə bilərsiniz. Dekorativ, parlaq, gözəl, mənzərəli, bəzəmək üçün istifadə edilən nə isə, dekorator isə dekorasiya rəssamı, bəzək mütəxəssisidir. Keçək növbəti səhifə tapşırıqlarına. Deməli, nə anladın suallarını baxaq. Suallara cavab verməklə mətnin məzmununa aid cümlələri genişləndirin. Antonio Meucci anadan olub. Nə vaxt, harada? Belə qeyd edə bilərik, 1808-ci ildə Florensiya şəhərində anadan olub. Yəni, Antonio Meucci 1808-ci ildə Florensiya şəhərində anadan olubdur. İkinci, Havana teatrlarının birində işə düzəldi. Hansı vəzifəyə? Deməli, Havana teatrlarının birində səhnə dekorasiyalarının quraşdırılması vəzifəsinə işə düzəldi. Sonra elektrikin xüsusiyyətini kəşf etdi. Nə zaman, hansı xüsusiyyətini? 1849-cu ildə elektrikin səs ötürmə xüsusiyyətini kəşf etdi. Dördüncüdə Meucci qəzetlərin birində elan verdi. Nə zaman, nə haqda? Meucci 1860-cı ildə qəzetlərdən birində teleqrafon icad etdiyi barədə elan verdi. Şirkət onun ixtirası ilə maraqlandı. Hansı şirkət? Hansı şirkət idi? Western Union şirkəti onun ixtirası ilə maraqlandı. Patent almaq üçün müraciət etdi. Nə zaman, haraya? Deməli, burada isə belə yaza bilərik ki, 1871-ci ildə patent almaq üçün patent bürosuna müraciət etdi. 7-də 1876-cı ildə telefonun ixtirasına patent aldı. Kim? Baxırıq, Bell 1876-cı ildə telefonun ixtirasına patent aldı. Cümlələri yazılı şəkildə qeyd edirəm. Mümkün qədər, bacardığım qədər rahat yazacağım ki, sizin üçün də anlaşılan olsun. Biraz bacardıqca anlaşılan yazmaq istədim və burada yazılar və qırmızı xətlər qoydum. Uşaqlar bu aralara, yəni üstdəki sözləri, ifadələri qeyd edə bilərsiniz. Antonio Meucci 1808-ci ildə Florensiyada anadan olub. Havana teatrlarının birində səhnə dekorasiyalarının quraşdırılması vəzifəsinə işə düzəldi. Üçüncüdə 1849-cu ildə elektrikin səs ötürmə xüsusiyyətini kəşf etdi. 1860-cı ildə Meucci qəzetlərin birində teleqrafon icad etdiyi barədə elan verdi. Western Union şirkəti onun ixtirası ilə maraqlandı. 1871-ci ildə patent almaq üçün patent bürosuna müraciət etdi və Bell 1876-cı ildə telefonun ixtirasına patent aldı. Keçək G tapşırığına. Mətndəki məlumatlardan istifadə etməklə suallara cavab verin. Gəlin suallarımızla tanış olaq. Deməli, 1. Alexander Bell neçənci ildə anadan olub? Alexander Bell 1847-ci ildə anadan olub. Telefonun ixtirasına patent alanda Bellin neçə yaşı var idi? Və mətndəki məlumatlara istinad edərək hesablamalarımıza əsasən Bellin həmin vaxtı 29 yaşı olduğunu deyə bilərik. Antonio Meucci neçə yaşında vəfat edib? Bunu da mətndəki doğum ölüm tarixləri ilə nəzərə alsaq, 81 yaşında vəfat etmişdi. Yer az olduğuna görə mən burada ancaq illəri qeyd etdim. Yəni, siz bu cümlələrdə sual əvəzliklərinin yerinə sözlərimizi qeyd edə bilərsiniz. Alexander Bell 1847-ci ildə anadan olub. Telefonun ixtirasına patent alanda Bellin 29 yaşı var idi. Yəni, gətirim elə bura qoyum. Bellin 28 yaşı var idi. Antonio Meucci 81 yaşında vəfat edib. Belə.